Bölgələrdə, xüsusilə də avtomagistralların kənd ərazilərindən keçən hissəsində yollarda gəzən iri buynuzlu heyvanlar sürücülərin kabusuna çevrilir. Bəzən yüksək sürətlə getdiyin yerdə tam və qəfil dayanmaq məcburiyyəti ilə üzləşirsən. Qəza şəraiti yaranır. Yollarda sərbəst dolaşan heyvanlara günün istənilən vaxtında rast gəlmək olur. Sürücülərə qorxulu anlar yaşadan digər amil isə yollarda gecə-gündüz sərbəst dolaşan atlar olur. Bəs görəsən, belə heyvanların səbəb olduğu yol qəzalarında dəyən zərər necə ödənilir? Yəni, qanunvericilikdə belə hallar necə nizamlanır? Zaqataladan hazırlanan sujetdə bu məqamlar əksini tapır. İzləyək. Yollarda, xüsusilə bölgələrimizə səyahət etdiyimizdə yol kənarlarında otlayan heyvanlara tez-tez rast gəlirik. Qarnını doyurmaq üçün daha yaxşı otlaq axtaran heyvanlar dəfələrlə yolun o tərəf bu tərəfinə keçirlər. Əsl təhlükə də elə bu zaman yaşanır. Saatda 90 km sürətlə gedən avtomobilin sürücüsü qəfil əyləci basmalı olur ki, bu da arxadan gələn digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Vəziyyət gecə saatlarında və dumanlı havada daha da qorxunc hal alır. Bəzi hallarda isə bu şərait ağır qəzalarla nəticələnir. Sürücülər deyir ki, qəza baş verdikdən sonra heyvanın sahibini tapmaq mümkün olmur. Nəticədə isə bütün zərər və məsuliyyət sürücünün üzərində qalır. M4 yolu da Gürcüstan-Bakı istiqamətindən furalar gəlir də. 3-4 tane fura gələndə bu furalar biz görmürük də qabağını. Reski tormuz verir, avariya qəza şəraiti yaradır. 90'lık trastır bu. Trasta qəza şəraiti yaratmalar. Hansı maşın gəlib dayanır, məcburdur dayanmağa. Prosta çəlimçiliğin qabağını almaq lazım. Bəzən atları da buraxırlar yola. Malqaranı vaxtında yığmırlar, aparmırlar. Səhərə kimi itlər hürür üstlərinə. Həm də batırır, peyindir hər tərəf. Uşaqlar rahat oynaya bilmir. Maşınlara məşatıq edirlər, gəzirlər, sürtünürlər, cızırlar maşını buynuzlarından. Bir sözlə, iri buynuzlular əsasən də yay aylarında demək olar ki, hər yerdədirlər. Bəs baş verən qəzalarda vurulan ziyana görə qanun qarşısında kim məsuliyyət daşıyır? Sürücü yoxsa heyvan sahibi? Hüquqşünaslar bildirir ki, qanunvericilik bu məsələdə birbaşa mal sahibinin üzərinə öhdəlik qoyur. Heyvan sahibi öz heyvanın vurduğu zərərə görə, yəni başqa şəxslərə vurduğu zərərə görə o zərərin əvəzini ödəməlidir və bunu ödəməyə borcludur. Qanun yalnız bircə istisna halı müəyyən edir ki, əgər heyvan sahibi o heyvanın başqa şəxslərə zərər vurmaması üçün bütün zəruri tədbirlərin gördüyünü sübut edə bilsə, bu halda heyvan sahibi o öhdəlik üçün məsuliyyət daşımır. Hər halda yollarda insanların həyatını təhlükəyə atmamaq üçün heyvan sahibləri daha məsuliyyətli olmalıdırlar. Əks halda başlı başına buraxılan hər bir heyvan ya ölümlə nəticələnən qəzaya, ya da sürücülərin böyük maddi zərərə düşməsinə səbəb ola bilər. Hacı Ömər İsayev, Səadət Ayaz qızı, ATV Xəbər, Zaqatala.